Videomuzu izleyen değerli müəllimlərimiz, şagirdlərimiz və abituriyentlərimiz, hər birinizi növbəti videomuzdan görməyimizə şad oldum. Artıq biz sizinlə din tarix test toplusunun ikinci hissəsinin izahına başlayırıq ki, bundan əvvəlki izahının, daha doğrusu bundan əvvəlki toplunun birinci hissənin izahını tamamilə yekunlaşdırdıq. İndi isə ikinci hissəyə keçirik. Və əlavə olaraq bunu qeyd edeyim ki, biz video zamanı sualların izahını mümkün qədər qısa formada verməyə çalışırıq ki, videonun müddəti çox uzun və yorucu olmasın. Əgər suallar haqqında əlavə sualınız yaranarsa, bizə yerləşdirdiyimiz WhatsApp nömrəsi üzərindən yaza bilərsiniz və ya suallarınızı soruşub dərslər haqqında maraqlana bilərsiniz. İndi isə sizlə başlayaq vaxt itirmədən toplumumuzun izahına. Bizim bugünkü mövzumuz ABŞ, İngiltərə, Fransa və Osmanlı olacaq 17-18-ci əsrlərdə. Amma əvvəlcə təbii ki, bu başlıq altında biz İngiltərə, ABŞ, Fransa 17-18-ci əsrlərdə mövzusunun izahını görəcəyik. Birinci sualda birinci səhifə tərsinə düşüb, ona görə sizin telefonunuzda da və ya ki, nə ilə izləyirsinizsə, orada da tərsinə görsənə bilər. Lakin növbəti səhifələrdən problem həll olacaqdır. PDF-in özü bu formada dərc olunub təəssüf ki. Deməli, birinci sualda bizə deyilir ki, İngiltərə hansı qanuna əsasən parlamentli monarxiyaya çevrildi? Təbii ki, biz bunu 1689 şanlı inqilabdan sonra qəbul olunmuş hüquqlar haqqında bilə əsasən götürürük ki, Kral 2. Yakov və ya ki, digər adı ilə 2. James taxtdan salınır. Şanlı inqilab nəticəsində və ondan sonra 1689 hüquqlar haqqında bil qanunu verilərək İngiltərə parlamentli monarxiyaya çevrilir və bu hüquqlar haqqında bil dünya tarixində ilk dəfə İngiltərədə verilmişdir. Üzr istəyirəm. Növbəti sualımız 18-ci əsrdə İngiltərənin dövlət idarə etmə forması, yəni 1700-lərdən söhbət gedir. 1700-lərdə artıq İngiltərənin idarə etmə forması parlamentli monarxiya idi ki, biz bunu dedik ki, 1689-dan artıq İngiltərədə idarə forması parlamentli monarxiya hesab olunurdu. PDF-in tərsinə olması bizim biraz işimizi çətinləşdirir. İnşallah ki, növbəti səhifədən düzələcək. Daha doğrusu 2 səhifə sonra düzələcək. Cavab burada B variantıdır. İlk dəfə parlamentli monarxiya idarə etmə forması qurulmuş Avropa dövləti təbii ki, İngiltərə idi ki, cavab Y variantı 1689-cu ildə. Sonra 4-cü sual. Hüquqi dövlət adlanır. Hüquqi dövlət prinsipi adətən bizdə hüquqi dövlət bizdə bir dəqiqə sistem qarşılığı olur PDF-ə görə. Hüquqi dövlət adlanır bizdə vətəndaşların hüquq və azadlıqlarının təmin olunduğu dövlət. Bəli. Eyni ilə də B variantında biz bunu eyni ilə görürük. 5-ci sual. 1775 və 1783-cü illər istiqlaliyyət müharibələri dövründə ABŞ-ın müttəfiqləri, biz burada ABŞ-ın müttəfiqlərini Fransa və İspaniya görürük ki, ABŞ kimə qarşı vuruşurdu? İngiltərəyə qarşı. İngiltərənin də iki əsas o vaxtda rəqib dövləti var idi. Fransa və İspaniya. Hollandiya da var idi, lakin Hollandiya burada ABŞ-ın tam olaraq müttəfiqi deyildi. Sonra, burada artıq ki, ABŞ mövzusunun suallarıdır. Yorktown döyüşündə bir-birinə qarşı vuruşan dövlətlər təbii ki, ABŞ və İngiltərədir. Cavab D variantıdır. Yorktown döyüşü də 1781-ci ildə baş vermişdi. ABŞ-ın qələbəsi ilə başa çatmışdı. Sonra, koloniya adlanır. Başqa dövlət tərəfindən idarə edilən asılı ərazi. Koloniya hesab olunur. Yəni, o koloniyanın hər bir belə deyək, sərvəti, insanı və hər bir, belə deyək də, koloniyada olan hər bir şey bir növ sənə aid, sənə məxsusdur. Yəni, belə hesab olunurdu həmin dövrdə. Yeraltı və yerüstü sərvətlərdən hər biri. 18-ci əsrdə İngiltərənin Hindistanda rəqibi idi. Təbii ki, Fransa. İngiltərənin ümumiyyətlə tarixdə ən əsas rəqibi, ən böyük rəqibi Fransa hesab olunmuşdur. 7 illik müharibə zamanı Şimali Amerikada mübarizə edən dövlətlər İngiltərə və Fransa idi ki, 7 illik müharibəni biz bilirik ki, 1756-63-cü illərdə İngiltərə ilə ABŞ arasında Fransa ilə İngiltərə arasında baş vermişdi.
Cavab da D variantıdır. Burada 3 İngil İtaliyadır, qadın çəkməsi. 5-i o vaxtki zamanla götürsək Osmanlıdır. 4 isə Rusiya hesab olunurdu. Sonra Respospolitanın bölüşdürülmələrində iştirak etmiş dövlətlər Rusiya, Avstriya və Prussiya bildirir ki, bunlar üçü birləşir. Respospolitanı öz aralarında bölürlər. Sonra uyğunluğu müəyyən edin soruşur. Anglikan kilsəsi ABŞ-da deyildi, İngiltərədə idi. İstiqlaliyyət müharibəsi bəli, ABŞ-a aid idi. ABŞ-dan başqa digərlərində yox idi. Şanlı İstiqlaliyyət müharibəsi ABŞ-dan əlavə Azərbaycanda da olmuşdu, bəli. İstiqlaliyyət bəyannaməsi, üzr istəyirəm mən. Bayaqdan məni çaşdıran bu oldu. İstiqlaliyyət bəyannaməsi, bəli, bizdə AXC zamanında 1918 4 iyul, şeydə də ABŞ-da da 1776 4 iyul tarixində verilmişdi. Cavab 2 və 4 A variantı. 12-ci sual. İstiqlaliyyət bəyannaməsi ABŞ. Kontinental blokada, xeyr, ABŞ blokadaya qoşulmamışdı. Kontinental blokada 1-ci Napoleonun zamanında idi. Məclis qanunnaməsi Rusiyada idi. 1 və 5, burada D variantı doğru cavabdır. 13-cü sual. ABŞ Konstitusiyasına görə prezident tərəfindən Senatın təsdiqi ilə ömürlük təyin olunurdular. Təbii ki, bura Ali Məhkəmənin hakimləri idi. D variantı burada doğru cavab olacaq. İndi qələmimiz ora qədər getmir. PDF tərsinə olduğuna görə. Cavab D variantı 13-də. 14-cü sual. ABŞ-ın Konstitusiyasına görə Konqresin işi nə idi? Ali qanunverici orqan idi. Çünki biz bilirik ki, ABŞ müstəqil olandan sonra dünya tarixində ilk dəfə üçlü idarəetmə sisteminə keçdi. Yəni, qanunverici, icra edici və məhkəmə orqanları üçü də bir-birindən ayrı idi. Qanunverici Konqres idi, icra edici prezident idi, məhkəmə isə Ali Məhkəmə qanunların icrasına nəzarət edirdi. 15-ci sual. Böyük Britaniyanın müstəmləkə əsarətindən azad olan ilk ölkə təbii ki, ABŞ-dır 1776-cı ildə Amerika Birləşmiş Ştatları özlərinə müstəqil dövlət yaradaraq ABŞ-ın əsarətindən çıxmışlar. Sonra ilk dəfə hakimiyyətin qanunverici, icra edici və icra yazıb burada. İcra edici və məhkəmə hakimiyyətlərinə bölünməsini təsbit edən konstitusiya qəbul edildi. Təbii ki, burada 1787-ci il ABŞ konstitusiyasına söhbət gedəcək. Cavab B variantı. ABŞ, yəni bəziləriniz ABŞ də deyə bilər. Sadəcə bizim dilimiz daha çox ABŞ-a yatıb deyibəm. Ona görə də mən ABŞ səsləndirirəm. Bəziləriniz ABŞ deyə bilər və ya hardasa da elə görə bilər. Yəni, burada heç bir narahatçılıq yoxdur. 1565 və 1645-ci illərdə baş vermişdir. Tamğa vergisinin ləğvi bəli 1565-də Şah 1-ci Təhmasib tərəfindən verilmişdir. Yəni, daha doğrusu ləğv edilmişdir. 1645 İngiltərə vətəndaş müharibəsi. Burada da Neysbi döyüşündə Oliver Cromwell kral ordusuna qalib gəlmişdir. Səfəvi Osmanlı müharibəsinin başlanması bu 1514-dür. Bu götürmək olmaz. İstanbul sülhünün imzalanması da ki, 1-ci İstanbul deyirsə, o da 1590-dır. 1 və 4 A variantı doğru cavabdır. 18-ci əsrdə aşağıdakı xüsusiyyətlərin aid olduğu ölkə müstəmləkə əsarətindən çıxaraq müstəqil dövlət olması, konstitusiya qəbul etməsi 1700-lərdən söhbət gedirsə, bizdən ABŞ istəyəcək. 18-ci əsrdə aşağıdakı xüsusiyyətlərin aid olduğu ölkə İngiltərə ilə müharibə aparılması, konstitusiyanın qəbul edilməsi yenə də ABŞ. 20-ci sual. 18-ci əsrdə dünyanın ilk sənaye çevrilişinin başlandığı ölkə, təbii ki, ilk sənaye çevrilişi o vaxtda Dünya Emalatxanası da adlandırılan, daha doğrusu sonradan adlandırılacaq Dünya Emalatxanası. Burada söhbət İngiltərədən gedəcək ki, o vaxtda dünyanın ən nəhəng sərhədlərinə malik, ən geniş sərhədlərinə malik ölkə hesab olunurdu. Gün batmayan ölkə deyirdilər. 21. Neysbi və Yorktown döyüşlərinin oxşar cəhətləri. Hər iki döyüşdə Neysbi
Yorktown hər iki İngiltərə tarixinə aiddir. Fransızlara ümumiyyətlə aid deyil. ABŞ qoşunları məğlub yox. Yorktown da ABŞ qoşunları qalib gəlmişi Nesbi ABŞ tarixinə aid deyil. Müstəmləkələr uğrunda xeyir, Nesbi döyüşü İngiltərədə Vətəndaş müharibəsi zamanı baş vermiş döyüş idi. Burada bir dənə D variantı uyğun gəlir. 23-cü sual Yorktown döyüşünə aiddir. İstiqlaliyyət müharibəsinin gedişində baş verməsi. Yorktown döyüşü biz bilirik ki 1781-ci ildə baş vermişdi. Bəli, A variantı burada doğru cavab olacaqdır. Sonra Möhür qanunu və Boston çay qonaqlığına aiddir. ABŞ-yə xeyr. Çünki bax diqqət eləmək lazımdır. Amerika Birləşmiş Ştatları 1776-cı il 4 iyul İstiqlaliyyət bəyannaməsinə sonra yarandı və Möhür qanunu biz görürük 1765-də, Boston çay qonaqlığını isə 1773-cü illərdə görürük ki, bunlar heç biri ABŞ tarixinə düşmür. Osmanlı deyil, Fransa, Rusiya deyil, Böyük Britaniyanın Şimali Amerikadakı koloniyalarına. Bax, dəqiq cavab budur, sizi ABŞ ilə çaşdırmasınlar. 18-ci əsrdə Şimali Amerikadakı kolonistlərə qadağan edildi. Burada qərbdə məskunlaşmaq idi. Yəni daha doğrusu Şimali Amerikaya əsasən aid edildi, Amerika xalqına. Burada da cavab B variantıdır. 25. Augsburg sazişi Almaniyaya aiddir. 1555. Xristianlarla, yəni daha doğrusu katoliklərlə protestantlar arasında. Konstitusiya haqqında bil İngiltərəyə aiddir. Tudor sonrası İngiltərədə idi. Cavab 1 və 3. A variantı doğru cavabdır. 26-cı sual. 17-ci əsrdə müstəmləkələr uğrunda mübarizədə Böyük Britaniyanın başlıca rəqibi olmuş dövlət təbii ki, Fransa idi. C variantı. 27-də İngiltərə parlamentinin qəbul etdiyi hüquqlar haqqında bilə görə kəndlərin mülkədardan asılılığı tamamilə ləğv edilir. Tamamilə söhbət xeyir yanlışdır. İngiltərə, Şotlandiya və İrlandiya azad dövlət elan edildi. Xeyir. Konstitusiyalı monarxiya rejimi ləğv edildi. Xeyir. Ölkədə parlamentdə monarxiya idarə etmə formalaşması, yəni forması bərqərar edildi. Doğrudur. İngiltərə Böyük Britaniya adlandırıldı. O 1707-dir. Yəni cavab D variantı hesab olunacaq. Artıq biz PDF-in artıq düzəlmiş formasına keçirik. Burada işlərimiz nisbətən daha asan və rahat olacaqdır. 28-ci sualda bizə deyilir ki, suala baxaq. Aha. Deməli, 1640-cı ildə İngiltərə kralının parlamenti çağırmaqda əsas məqsədi təbii ki, kəndli çıxışlarının qarşısını almaq. Xeyr. Deyildi. Bu niyə mənim başıma belə bir oyun gətirdi? Nəysə, sonra. Yeni vergiyə təyin etmək üçün icazə almaq. Bəli, çünki həmin dövrdə biz bilirik ki, İngiltərə kralı icazəsiz, parlamentdən icazəsiz vergi təyin edə bilməzdi ki, Şotlandiya ilə müharibədən sonra da İngiltərə xəzinəsi boşaldığına görə məcbur olaraq kral xəzinəni doldurmaq üçün yeni vergilər təyin etmək istəyirdi. 29. İngiltərədə uzunmüddətli parlamentin fəaliyyəti dövründə biz bilirik ki, uzunmüddətli parlamentin fəaliyyəti 1640-cı ildən 1653-cü ilə qədər mövcud olmuşdur ki, kral özü çağırmışdı və 13 il müddətində parlament mövcud olacaq. Deməli, fəaliyyəti dövründə kral hakimiyyətdən uzaqlaşdırıldı. Bəli, elə cavab da budur. 1649-cu ildə kral hakimiyyətdən uzaqlaşdırıldı və parlament ölkəni özü tək idarə etməyə başladı. Lakin sonradan Oliver Cromwell ilə problem yaşandı. Sonradan yenə kral hakimiyyətini bərpa elədilər.
İngiltərədə, yəni xülasə burada cavab A variantıdır. İngiltərədə 17-ci əsrdə inqilabın gedişində baş vermişdir. Deməli, feodal qaydaların bərpa edilməsi, xeyr, respublika elan edilməsi, bəli. Biz bilirik ki, inqilabın gedişini, söhbət inqilab vətəndaş müharibəsindən edirdi və vətəndaş müharibəsi ondan sonraki dövr. Deməli, burada biz bilirik ki, 1649-da kral edam olunur. Kralın edam olunması ilə də parlament ölkəni tamamilə özü idarə etməyə başlayır. Və bu zamanda İngiltərəni respublika elan edildi. Yəni, birinci respublika kralın edamından sonra da, yəni, İngiltərəni birinci respublika elan edirlər. 49-dan 53-ə qədər mövcud olacaq. Təmsil 4 il mövcud olacaq bu respublika. Uyğunluq gözlənilmişdir. ABŞ, Almaniya, Fransa, Rusiya və İngiltərə. Deməli, beşik alimliyi bu Osmanlıda idi. Reconquista bu İspaniyada idi. Çəpərləmələr İngiltərədə idi. Rekrut toplanması, aqrar çevriliş, bəli, cavab 1-2, C variantı doğru cavabdır. Bunlardan sonra uyğunluq gözlənilmişdir. Çəpərləmələr üçün deyilir. Məclis qanunnaməsi bir dəqiqə, bəli, həmin vaxt Rusiyada idi məclis qanunnaməsi. Reconquista Almaniya deyil, İspaniyada idi. Şanlı inqilab İngiltərədə, reformasiyadakı Almaniyada idi. İngiltərənin 17-ci əsr tarixinə aid daha əvvəl baş vermiş hadisəni müəyyən edin. Yəni, bizdən 1600-lərdə daha tez olan hadisəni istəyir. Deməli, Stuartlar sülaləsinin hakimiyyətə gəlməsi. Stuartlar sülaləsi 1603-cü ildə hakimiyyətə gəlmişdi. Yəqin ki, cavab bu olacaq. Nesbi döyüşü 1645. Vətəndaş müharibəsinin başlanması 1642 götürmək olar. Respublika elan edilməsi 1649. Ən tez Şanlı inqilabın başa verməsi 1689. Cavab A variantı doğru cavab olacaqdır. 34. ABŞ Konstitusiyasına əsasən Ali Məhkəmənin funksiyası prezident səlahiyyətini təsdiq etmək, xeyr. Konqres seçkiləri, xeyr. Sonra qanunların konstitusiyaya uyğun olub-olmamasına nəzarət etmək, bəli, C variantı doğru cavabdır. 35-ci sualda ABŞ Konstitusiyasına əsasən Ali Məhkəmənin funksiyası. Nə idi Ali Məhkəmənin funksiyası? Prezidentin fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsi. Xeyr, bu deyildi. Qanunlara nəzarət edirdi. Konqresə təsdiq edilmək üçün qanunların hazırlanması, xeyr. Xarici siyasət xəttinin müəyyənləşdirilməsi, xeyr. Konstitusiyanın dövlətin ali qanunu kimi tətbiqinə nəzarət edilməsi, bəli, D variantı doğru cavabdır. Ümumiyyətlə, konstitusiyaya, konstitusiya qanunlarına, qanunların necə icra edilməsinə, qanunların konstitusiyaya uyğun verilməsinə məhkəmə nəzarət edirdi. Sonra 36. 1791-ci ildə ABŞ Konstitusiyasına edilən düzəlişə görə məhkəmə hökmü olmadan həbslər qadağan edildi. Bəli, doğru cavab da elə budur. 37. 1783-cü ildə İngiltərə ilə ABŞ arasında sülh müqaviləsinin şərtlərinə görə qullarlıq, xeyr. ABŞ-nin müstəqilliyi tanındı. Bəli, 37-də Y variantıdır. Şimali Amerikada 1775-83-cü illərdə İstiqlaliyyət müharibəsi dövrünə aiddir. Möhür qanunu ondan əvvəl idi. Hüquqlar haqqında 1 il sonra idi. Boston çay qonaqlığı əvvəl idi. Yorktown döyüşü, bəli. George Washington prezidentliyi 89-cu il. O sonra olacaqdır. Sonra Şimali Amerikada 1775-83-cü illər İstiqlaliyyət müharibəsi dövrünə aiddir. Saratoga döyüşü 1777, bəli, müharibənin gedişinə aiddir. Koloniyaların yaranması əvvəldir, möhür qanunu əvvəldir, ilk konstitusiya sonradır, hüquqlar haqqında 1 il sonradır. Hüquqlar haqqında 1 il, bunu deyim ki, İngiltərədə də var. İngiltərədə var idi ilk dəfə. Sonra ABŞ-da da olur 1791-ci ildə.
Yəni konstitusiya düzəlişinin hüquqlar haqqında bildə deyirlər. Yəni sizi çaşdırmasınlar. ABŞ-ın tarixinə aid deyil. ABŞ-nin tarixinə, dövlət tarixinə. Saratoga döyüşü aiddir. Hakimiyyətin bölünməsi aiddir. Yorktown aiddir. Versal İngiltərə ilə müqavilə aiddir. Boston aid deyil. Çünki Boston çay qonaqlığı 1773-cü ildə ABŞ-ın hələ ABŞ dövləti hələ dövlət olaraq formalaşmamışdı. 41-ci sual. ABŞ-nin tarixinə aid deyil. Hüquqlar haqqında bilə aiddir. Məclis qanunnaməsi aiddir. Yox, Məclis qanunnaməsi ümumiyyətlə ABŞ tarixinə aid deyil ümumiyyətlə. Bu Rusiya tarixinədir. Yorkdan İngilis ordusunun məğlub edilməsi böyük dəyənək siyasəti, Versal sülh müqaviləsi onlar aiddir. Sonra İngiltərənin 18-ci əsr tarixinə aiddir, yəni 1700-lərə aid olan istəyəcək. ABŞ ilə müharibədə qələbə qazanılması, xeyr, məğlub olmuşdur. Stuart Sölesinin hakimiyyətinin bərpası, xeyr, o 1600-lərdədir. Sənaye çevrilişinin başa çatması, xeyr. Dövlətin Böyük Britaniya adlanmağa başlanması, bəli, 1707-ci ildə belə deyək də ABŞ belə deyək də Birləşmiş Union, yəni ki, Böyük Britaniya adlanmağa başlayır. 3 dövlət birləşir, sonra 4-cü dövlətə qatılır və Böyük Britaniyanı yaradırlar. Sənaye çevrilişinin başa çatması 19-cu əsrdir. Respublikadakı 17-ci əsr olacaq. İngiltərənin 17-ci əsr tarixinə, yəni 1600-lər tarixinə aiddir. İlk dəmir yolu, xeyr. Sənaye çevrilişinin başlanması deyirsə, xeyr, bu 18-dir. İlk parlament islahatı, xeyr. İkinci parlament islahatı, xeyr, bu da aid deyil. Uzun müddətli parlamentin çağırılması 1640 bura aid olacaqdır. İngiltərənin 18-ci əsr ikinci yarısı tarixinə aiddir, yəni 1700-lər. Daha doğrusu 1750-dən yuxarını istəyir bizdən. Lord Protektorluğun yaranması, belə 18-ci əsrin ikinci yarısı. Yəni 1750-dən yuxarı. Lord Protektorluq 17-ci əsrdə. Dünyada ilk dəfə sənaye çevrilişinin başlanması, bəli, cavab da bu olacaq. Respublika elan edilməsi 17-ci əsrdə. İlk parlament islahatı, xeyr, aid deyil. Nesbi döyüşüdəki 17-ci əsr olacaqdır. Şimali Amerikada 1775-1783-cü illər İstiqlaliyyət müharibəsi dövrünə aiddir. Diqqət eləsəniz. Boston çay qonaqlığı əvvəl idi. İngilis mallarının boykot əvvəl idi. Sənaye çevrilişinin başa çatması Şimali Amerikadan söhbət gedir. Möhür qanunu, xeyr. Fransa və İspaniya ABŞ-yə dəstək verməsi, bəli, Y variantı doğru cavab olacaqdır. 16. Şimali Amerikada 1775-83-cü illər İstiqlaliyyət müharibəsi dövrünə aiddir. George Washingtonun prezident seçilməsi, xeyr, müharibə dövrünə deyir. Konstitusiya sonradır, Konqres sonradır. Yorkdan yaxınlığına məğlub edilməsi, bəli, D variantı doğrudur. Müharibə dövrünə düşür 81-ci ildə. 47-ci sual. 17-ci əsr İngiltərə tarixinə aid hadisələrin xronoloji ardıcıllığını bizdən istəyir. Xronoloji ardıcıllıq Şimali Amerikada ilk koloniyaların salınması 1603-cü il əsasını götürə bilərik. Respublikanın elan edilməsi kralın edamından sonra idi, 1649-cu il. Hərbi islahat haqqında qanun. Hərbi islahat qanunu, biz bunu vətəndaş müharibəsinin gedişində götürə bilərik ki, Oliver Cromwell parlament ordusunun başına gəlir, islahatlar keçirilir və Nesbi döyüşündə qalib gəlir. Bunu da 1645 götürə bilərik. Ardıcılı olaraq, yəni bir il aşağı yuxarı belədir. 1, 3, 2 dəqiq cavabdır. 48-ci sual. İngiltərədə uzun müddətli parlamentin fəaliyyət göstəri dövrə aiddir. 1640-dan 53-ə qədər mövcud olacaq bu parlament. Tüdöldə söyləsin hakimiyyətə gəlməsi, xeyr. Ölkənin respublika elan edilməsi, bəli, 49-cu ildə. Bir dəqiqə, ölkənin respublika elan edilməsi, bəli, doğru cavab. 49-cu sualda ABŞ və Böyük Britaniya arasında
18-ci əsrdə bağlanmış Versal müqaviləsinin nəticəsində. Versal müqaviləsi biz bilirik ki, 1783-cü ildə bağlanır, Parisdə imzalanır, Parisin Versal sarayında və ABŞ-ın qələbəsi ilə sonlanır müharibə. Deməli, müqavilənin imzalanması nəticəsində Böyük Britaniya ABŞ-dən asılı vəziyyətə düşür. Xeyr. Kanada xeyr. ABŞ-nin müstəqilliyi Böyük Britaniya tərəfindən tanındı. Bəli, doğru cavabdır. 49 C variantı. 50-ci sualda bizə deyilir ki, Elirven diaqramı verib bizə. Bu diaqramı əsasən deyilir. Daha doğrusu müqayisə etməyimizi istəyirdi. Yəni, İngiltərə və ABŞ hüquqlar haqqında billərini müqayisə etməyimizi istəyir. Biz bilirik ki, ABŞ-ın hüquqlar haqqında bili 1791-ci ildir. İngiltərənin hüquqlar haqqında bili 1688 nətər oldu? 9-cu ildə. Deməli, hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsi. Burada bu ABŞ-yə gedəcək, yəni 2-yə gedəcək və vətəndaşlara söz, yığıncaq və vicdan hüquqlarının verilməsi. Bu da gedəcək, bu üzr istəyirəm. A gedəcək 3-ə, hər ikisinə aiddir bu. B gedəcək ABŞ-a 2-yə. Dövlət başçısının qanunlara veto qoyma hüququnun itirməsi, belə bir şey biz. Qanunlara veto qoyma hüququnun itirməsi var, sizi burada çaşdırmasın. Veto deyərkən biz sadəcə vetonun söz olaraq, termin olaraq ABŞ-da eşitmişik. Yəni birbaşa ABŞ-ı düşünürük. Amma veto nə deməkdir? Yəni qadağa. Qadağanı İngiltərənin kral da qoya bilərdi. Lakin parlamenti monarxiya qurulandan sonra kralın belə bir səlahiyyəti onun əlində olmur. Buna görə də biz bunu İngiltərəyə götürə bilərik. Çox diqqətli olmaq lazımdır belə suallarda. Məhkəmənin hökmü olmadan axtarış və həbslərin qadağan edilməsi. Təbii ki, bu ABŞ-a aiddir. Qanunlar qəbul etmək və vergi toplamaq hüququnun parlamentə verilməsi. Bu da ki, İngiltərəyə aid olacaq. 1-ə C, Y, 2-yə B və D, 3-ə də A variantı. Cavab B doğru cavabdır. 51-ci sual. 14-15-ci əsrlərdə baş vermiş 100 illik müharibədən fərqli olaraq Fransa 30 illik müharibədə, 7 illik müharibədə. 30 illik müharibədə bilirik ki, 30 illik müharibə 1618-48 arasında Avropada baş vermişdi. Dini müharibə hesablanırdı. Avropada protestant qüvvələrini müdafiə edirdi. Protestant qüvvələrini Fransa müdafiə edirdi, bəli. Bu heç 100 illik müharibədə yox idi. Ümumiyyətlə belə bir şey yox idi. Dövlət mənafeyi prinsipindən çıxış edirdi, bəli. Sonra İngiltərənin Avropada hegemonluğuna qarşı mübarizə, bu 100 illik müharibə götürə bilərik onu. 2-də deyilir 7 illik müharibədə Fransa İngiltərəyə qarşı mübarizə aparırdı. İngiltərəyə qarşı 100 illik müharibədə mübarizə aparırdı. Şimali Amerikada müstəmləkəni itirdi, bəli. Kanadanı itirdi. Kanadanın bir hissəsini daha doğrusu itirdi. Qalib gəldi. 100 illik müharibədə də qalib gəlmişdi onsuz. 7 illik müharibədə isə məğlub olmuşdu. Ona görə də 1-də A və B, 2-də də B-ni götürsək, Y variantı doğru cavabdır. Sonra İngiltərədə vətəndaş müharibələri dövrünə aiddir. Vətəndaş müharibələri dövrünə görə elə aid deyil daha doğrusu. Oliver Cromwell və yeni tipli ordu yaratması aiddir. Uzun müddətli parlamentin çağırılması müharibədən əvvəlki dövrdür. Müharibə başlamamışdan. Parlament çağırılır, sonra müharibəyə başlayır. 53-cü sual. İngiltərə tarixinə aid deyil. Deyildir. Hüquqlar haqqında bil aiddir. Uzun müddətli parlament aiddir. Çəpərləmələr aiddir. Şimali Amerikada koloniyalar aiddir. Məclis qanunnaməsi Rusiyaya aiddir. 17-ci əsrin ikinci yarısı 18-ci əsrdə İngilislərin Amerikaya mühacirətinin əsas səbəblərindən biri. Maarifçilik xeyr. Müstəmləkə zülmü xeyr. Söhbət İngilislərin gedir. İngiltərənin özündə yaşayan İngilislərin. Təhkimçilik sistemi xeyr. Yəni o qədər də ağır deyildi. Ümumiyyətlə
O dövrdə ümumiyyətlə sistem tamam zəifləmişdi. Avropada uzun müddətli müharibələrin aparılması 1600 xeyr. Dini təqiblər bəli, bunu götürə bilərik. Niyə? Çünki həmin dövrdə Avropada din cəhətdən çox belə qarşılıq var idi. Bir tərəf katolik idi, bir tərəf protestant, ingilislər özü Anglikan, İngiltərənin daxilində olan katoliklər. Yəni alim dəymişdi bir-birinə deyə. Yəni o canının qorxusundan bir çoxu elə buna görə də qaçıb gedirdi Amerikaya ki, orada nisbətən daha rahat idi vəziyyət. İngiltərə tarixində 1485 və 1603-cü illərdə baş vermiş hadisələr, hər ikisində yeni sülalə gəlir hakimiyyətə. Hakimiyyətə yeni sülalənin gəlməsi 1485-də Tudorlar gəlir, 1603-cü ildə isə Stuartlar sülaləsi gəlir hakimiyyətə. Sonra 1603-cü il və 1660-cı il İngiltərə tarixində baş vermiş oxşar hadisəni bizdən istəyəcək burada. Stuartların hakimiyyətə gəlməsi. Yəni Stuartlar 1603-də hakimiyyətə gəlir, 1660-da parlamentin əli ilə yenidən restavrasiya olunur. Yəni bərpa edilir onların hakimiyyəti. Sonra ABŞ-nin 18-ci əsr tarixi üçün səciyyevi idi. Yəni 1700-də tarixi üçün. Konstitusiya monarxiya söhbəti ABŞ-da olmayıb. Osmanlıya qarşı müqəddəs ittifaq ABŞ qoşulmayıb. İngiltərə ilə müharibənin aparılması belə. Bunu götürmək olar. Siyasi hakimiyyət tamamilə burjuaziya xeyr, gent müqaviləsindəki 18-ci əsrdə deyildi. Şimali Amerikanın 18-ci əsrin 50-ci illər tarixinə aiddir. Boston çay qonaqlığı 73-cü ildə idi, yəni o bura aid deyil. Sonra İngiltərə ilə müharibə aparılması 50-lər deyildi. 76-dan başlamışdı. Bir hissəsinin Böyük Britaniyanın müstəmləkəsi olması. Bir hissəsinin yox, bir hissəsinin deyir. Çünki, bəli. Niyə? Çünki orada həm İspanlar var idi, həm müəyyən bir ərazidə fransızlar var idi. Bir hissəsi deyə bilərik. 1791-ci ildə ABŞ konstitusiyasına edilmiş düzəliş nəticəsində söhbət burada ABŞ konstitusiyasının birinci düzəlişindən gedir. Digər adı ilə desək, hüquqlar haqqında bildən gedir ABŞ-da. Vətəndaşlara söz, mətbuat və vicdan azadlıqlarının verilməsi söhbəti, bəli, bu doğru cavabdır. 1791-ci ildə ABŞ konstitusiyasına edilmiş düzəlişə görə ictimai yerlərdə irqi ayrı-seçkili ləğv edildi. Xeyr. Xırda fermer təsərrüfatları, xeyr. Qarabağ ağdərli əhaliyə geniş siyasi hüquqlu, qaradərli əhali hələ verilməmişdi. Məhkəmənin hökmü olmadan heç kim həbs edilə bilməzdi. Bəli, D variantı. Ali məhkəmənin səlahiyyəti genişləndirildi. Xeyr. İngiltərədə aqrar çevrilişin əsas nəticələrindən biri. İri torpaq sahibliyi genişləndirildi. Xeyr. Bir dəqiqə. İri torpaq sahibliyi genişləndirildi. Əslində doğru cavabdır. İzah eləyəcəm niyə. Manufakturadan fabrika keçidi baş verməsi söhbət aqrardan gedir. Fermer təsərrüfatının ləğvi, xeyr. Feodal qaydaların daha da möhkəmləndi, xeyr. İqtisadiyyatda inhisarların hökmdarlığı artdı, xeyr. İnhisarlar bu deməkdir ki, yəni bir sahənin bir neçə şəxsin və ya zavodun əlində cəmlənməsi aid deyil. İri torpaq sahibliyi genişləndirildi. Niyə? Çünki aqrar çevriliş nəticəsində yeni texnikalar, müasir texnikalar belə deyə də kəşf olundu, ixtira olundu. Daha doğrusu ixtira olundu. Bundan da misal üçün götürək, traktorların ilkin versiyası misal üçün kəşf olundu və bundan da insanlar, fermerlər bundan da daha geniş əraziləri həm şumlaya, həm əkə, həm biçə bildilər ki, buna görə də artıq daha geniş ərazilərə sahib olmağa başladılar. Yəni daha geniş əraziləri əkmək, biçməyə asanlaşdı. Göstərilənlər nəticəsidir. Nə? ABŞ-ın beynəlxalq nüfuzu artdı. İngilis ordusu məğlub edildi. Saratoga döyüşündən söhbət gedir burada. Saratoga döyüşü 1777-ci ildə. Edirven diaqramına əsasən uyğunluğu müəyyən edin. 18-ci əsrdə Böyük Britaniya, Fransa söhbət 1700-lərdən gedir.
7 illik müharibədə qalib gəlməsi, 7 illik müharibədə qalib gələn təbii ki, Böyük Britaniya idi. Aha. Hindistan nüfuz dairəsi uğrunda aparılan mübarizədə məğlub olması, Fransa məğlub olmuşdu. ABŞ-ın müstəqilliyin tanınması İngiltərə idi. 3. Sakit Okean mülklərinin birgə qorunması haqqında müqavilə imzalanması bu heç birinə aid deyil. Həmin dövrdə Yorkton yaxınlığında döyüşdə məğlub olması, Yorkton döyüşündə məğlubiyyət də ki, İngiltərədir. Burada 3 ümumidir. Niyə ümumidir? Buna görə ki, ABŞ-ın müstəqilliyini həmin dövrdə İngiltərə tanımışdı, yəni Böyük Britaniya tanımışdı. Onunla bərabər Fransa da tanımışdı. Bu cəhətdən diqqətli olaq. Deməli, burada 1, 5, 2, 3. 2, 3 C variantı doğru cavab kimi götürə bilərik. 64. Eylerven diaqramına əsasən uyğun bəndləri müəyyən edin. 17-ci əsr, 18-ci əsr, yəni 1700-lər ABŞ və İngiltərəni bizdən istəyir. Daha doğrusu ABŞ və Fransanı. İngiltərə ilə müharibənin aparılması 1700-lərdə oxşar cəhətdir. Fransa 7 illik müharibə, ABŞ-dakı istiqlaliyyət müharibəsi. Necmi döyüşü İngilislərin daxili döyüşüdür. 7 illik müharibədə məğlub olması Fransa idi. İmperiya əldə edilən olması bu 1804 olacaq. Napoleonun vaxtında, bu da 19-cu əsrə Fransa. Prezident tərəfindən idarə edilməsi bəli, ABŞ. 5, 3, 1. Cavab C variantı doğrudur. İngiltərədə şanlı inqilabın nəticələri. Deməli, Stuart sülaləsinin hakimiyyəti başa çatdı. Bəli, 1689-da. Respublika quruldu. Xeyr. İlk dəfə bölgü bu ABŞ-dadır. Hakimiyyət dəyişikliyi baş verdi. Bəli, 1 və 4 doğrudur. Oliver Cromwell gəlmişdi hakimiyyətə. Sonra 17-ci əsrin ikinci yarısında, daha doğrusu düz dedi, 17-ci əsrin ikinci yarısında, yəni 1650-dən sonra İngiltərə tərəfində baş vermişdi. Cromwell'in hərbi diktatura yaratması 53-də idi bu. 1653 doğrudur. Yeni tipli ordunun yaradılması bu 50-dən əvvəl idi. 44-45. Uzun müddətli parlamentin fəaliyyətə başlanması bu 40-da idi. 1640-da. Stuart sülaləsinin bərpa edilməsi 1660 doğrudur. Deməli, 1 və 4 doğru cavabdır. 67. Şimali Amerika tarixinə aid hadisə. Nəticə əlaqələrini müəyyən edin. Şimali Amerika tarixinə deyir. Demək, Şimali Amerika dövlətinin tarixinə. İngiltərənin Şimali Amerikada müstəmləkəçilik siyasəti aparması, istiqlaliyyət müharibəsinin baş verməsi, bəli, götürmək olar. Müstəmləkələr uğrunda mübarizə, İngilis-Fransız rəqabəti kəskinləşdi, bəli. Yorktown döyüşündə İngilislərin məğlub olması və vətəndaş müharibəsinin başa çatması, xeyr, vətəndaş müharibəsi sülh ilə başa çatmışdı, Versal sülhü ilə 1783-də. Yeni İngiltərə adlanan koloniyaların salınması, xeyr, bu Şimali Amerika söhbətindən xeyr, bundan istiqlal bəyannamasının qəbul olunması, xeyr, yəni əlaqəsizdir. ABŞ-da konstitusiyanın qəbul edilməsi, hakimiyyət bölgüsünün təsbit edilməsi, bəli, 87-ci ilin 1787 konstitusiya qəbul olunur, hakimiyyət bölgüsü aparılır. 1, 2, 5 doğru cavabdır. 68. 17-ci əsrdə Şimali Amerikada İngilis koloniyalarına köçüb gələnlərin sayının sürətlə artmasının səbəblərinə aiddir. Kəndlərin torpaqsızlaşması, bəli. Buna çəpərləmələr də məsələn misal gətirə bilərik İngiltərədə. Sonra İngilislərin dənizlərdə ağalığa nail olması, xeyr, bu əlaqəsizdir. Yəni onun bura əlaqəsi yoxdur. 100 illik müharibənin başlanması, xeyr. Dini təqiblərin güclənməsi, bunu az əvvəl də demişdik. Amerika Birləşmiş Ştatlarının yaranması, xeyr. Əhali gəlir, amma Amerika xalqı formalaşır, sonra Amerika Birləşmiş Ştatları yaranır. 1 və 4 doğrudur. 69-cu sual. İngiltərə parlamentinin 1689-cu ildə qəbul etdiyi hüquqlar haqqında bilə görə kral qanunlara veto qoymaq hüququnu itirdi. Xeyr, bəli.
Yəni doğrudur da yəni. Kralın mütləq hakimiyyəti təsdiq edildi. Xeyr. Kral parlamentin razılığı olmadan oradan istifadə edə bilməzdi. Aha. Kralın irsi hakimiyyətə sahib olmaq hüququ itirdi. Xeyr. Kral. Xeyr. 1 və 3 doğru cavabdır. 70. 18-ci əsrdə İngiltərənin dövlət quruluşunun səciyyəvi cəhətləri. 1700-lərdən söhbət gedir. Dövlət quruluşunun səciyyəvi cəhətləri İngiltərə. Parlamentin və hökumətin səlahiyyətləri daha da geniş. Parlamentin və hökumətin səlahiyyətləri daha geniş idi. Bəli. Çünki hüquqlar haqqında bildən sonra parlamentin səlahiyyətləri xeyli genişləndi. Respublika idarə üsulu mövcud idi. Bəli, mövcud olmuşdu. 4 illik də olsa Respublika idarə üsulu mövcud idi. 18-ci əsrdə söhbət 18-ci əsrdən gedir. 1700-lərdən gedir. Respublika söhbəti 1600-lərdə idi. Parlament hökuməti formalaşdırdı. Xeyr. Bir dəqiqə. Parlament hökuməti formalaşdırdı. Doğru da əslində götürmək olar. Kralın istənilən vaxt parlamenti buraxma hüququ var idi. Xeyr, belə bir şey də artıq ləğv edilmişdi. 17-ci əsrdə. 1 və 3 doğru cavabdır. Bu suallarda maksimum diqqətli olmaq lazımdır. İngiltərə tarixinə aid hadisə nəticə əlaqələrini istəyir. Kral və parlament tərəfdarları arasında mübarizə və vətəndaş müharibəsi başlandı. Kral və parlament tərəfdarları arasında mübarizə və vətəndaş müharibəsinin başlanması bəli, doğrudur. İnqilabın başlanması kral hakimiyyətinin möhkəmləndirildi. Xeyr, əksinə. Yeni tipli ordunun yaradılması Nezbi döyüşündə kral ordusuna məğlub edildi. Bəli. Sənaye çevrilişinin baş verməsi, kapitalizmin inkişaf etməsi, bəli. Stuart sülaləsinin bərpası, inqilabın başa çatması, xeyr. 1, 3, 4 cavab elə budur. 72. Hadisə nəticə əlaqələrinin düzgünlüyünü müəyyən edin. Yəni o uyğunluğunu istəyir. 7 illik müharibənin baş verməsi Fransanın məğlub oldu. Bəli. Müstəqilliyin mövcud olması İngiltərədə inqilab başlandı. Müttəqiyyətin üzr istəyirəm, deyirəm axı niyə belə qarışıqlıq baş verdi. Müttəqiyyətin mövcud olması İngiltərədə inqilab başladı. Bəli. İstiqlaliyyət uğrunda mübarizə ABŞ yarandı. Bəli. Doğrudur. Şimali Amerikanın Şimal müharibəsinin daha doğrusu baş verməsi Rusiya Qara dəniz sahillərində möhkəmləndi. Xeyr, Şimal müharibəsi Rusiya ilə İsveç arasında idi. Osmanlı ilə yox. Qara dəniz Osmanlı idi. Respublikanın yaranması İngiltərədə inqilab başa çatdı. Respublika yarandı, inqilab başa çatdı. Xeyr. İnqilab başa çatmadı. Ondan sonra o Oliver Cromwell gəlir. Yenə alim deyil bir-birinə. 1, 2, 3 doğru cavabdır. Sonra 73-cü sual. 17-ci əsrdə İngiltərə inqilabı zamanı baş vermiş hadisələrin xronoloji ardıcıllığını istəyir. Birinci vətəndaş müharibəsinin başlanması 1642. Hərbi islahat haqqında qanunun verilməsi 1645. Monarxiyanın devrilməsi 1649. Nezbi döyüşü 1645. Amma əvvəlcə 44 gününü götürək. Birinci islahat olur, sonra Nezbi döyüşü olur. Çaşmayasınız. Arıcılığı özünüz düzərsiniz. Sonra İngiltərə 17-ci əsr tarixinə aid hadisələrin xronoloji arıcılığını istəyir. Respublika elan edilməsi 1649. Nezbi döyüşü 1645. Cromwell protektorluğunun yaranması 1653. Parlamentin qovulması ilə parlament tərəfindən hüquqlar haqqında bilin qəbul edilməsi 1689. 17-ci əsr İngiltərə inqilabı dövründə baş vermiş hadisələrin xronoloji ardıcıllığını istəyir. Nezbi yaxınlığında döyüş 1645.
Respublika elan edilməsi 1649, kralın edam edilməsi 1649. Belə deyək də, birinci budur, 3-dür, sonra 2-dir. Çünki birinci kral edam edilir, sonra respublika elan olunur. Vətəndaş müharibələrinin başlanması 1642 götürmək olar. Sonra deməli burada ardıcıllıq olacaq. 4, 1, 3 və 2. Sonra xronoloji ardıcıllığı müəyyən edin. İngiltərənin ABŞ-ın istiqlaliyyətini tanıması Versal sülhündən sonradır, 83. Boston çay qanallığı 1773. Yorkdan döyüşü 1781. ABŞ konstitusiyasının qəbul edilməsi 1787-ci ildə olacaqdır. Xronoloji ardıcıllıq İngiltərənin ABŞ-nin istiqlaliyyətini tanıması 1783 Versal sülhü. ABŞ-ın istiqlaliyyət bəyannaməsinin qəbul edilməsi 1776 4 iyul. İlk prezident seçkilərinin keçirilməsi 1789 George Washington prezident olmuşdu. Şimali Amerikada ilk İngilis koloniyasının təməlinin qoyulması bu 1607-ci ildədir. Xronoloji ardıcıllığı müəyyən edir. İngiltərənin ABŞ-ın istiqlaliyyətini tanıması 83. Yorkdan döyüşü 1781. Saratoga döyüşü 1777-ci ildə. İngiltərə tarixinə aid hadisələrin xronoloji ardıcıllığın Nezbi kəndi yaxınlığında döyüş 1645. Uzun müddətli parlamentin çağırılması 1640, vətəndaş müharibəsinin başlanması 1642, respublika elan edilməsi 1649. İngiltərədə baş vermiş hadisələrin xronoloji ardıcıllığını istəyirəm. Hüquqlar haqqında 1 1689. Bunu qoy daha dəqiq yazım, çalışmayasınız. 1689. Vətəndaş müharibəsinin başa çatması kralın edamı ilə 49. İlk parlamentin çağırılması 1265-dir bu. Uzun müddətli parlamentin fəaliyyətinə başlanması 1640-cı il hesab olunacaqdır. Və 80-ci sualla da bu mövzumuz yekunlaşır. İnşallah ki, növbəti mövzumuz sizinlə Rusiya və Osmanlı 17-18-ci əsrlərdə olacaqdır. Ümidvaram ki, mövzumuzun izahına razı qaldınız. Hər hansı bir sualınız olarsa, yenə də qeyd edirəm ki, bizə yerləşdirdiyimiz əlaqə nömrəsi vasitəsilə çata bilərsiniz. Yəni, bizlə əlaqə yarada bilərsiniz. Sağ olun, sağlıqla qalın. Allah'a emanet.